Videoya keçməzdən öncə videonu bəyənməyinizi xahiş edirik. Videonu bəyənin ki, daha çox insanın bu barədə məlumatı olsun. İndi isə keçək xəbərə. Xəbər az xəbər verir ki, ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini 0,75 bənd artıraraq 1,5% çatdırıb. Trendin məlumatına görə bu barədə Federal Ehtiyat Sisteminin saytında bildirilib. Komitəsi uzun müddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq o, federal fondlar dərəcəsi üçün hədəf diapazonunu 1,5-1,75%-ə qədər yüksəltmək qərarına gəldi və hədəf diapazonunda daha da artımların uyğun olacağını gözləyir deyə qeyd olunub. Komitənin 10 üzvü faiz artımının lehinə səs verib. Onlar 2022-ci ildə baza dərəcəsini 3%-dən 4%-ə qədər proqnozlaşdırırlar.